Qoyun və quzu saxlayanların may ayında mütləq etməli olduğu əsas tədbirləri bugün sizinlə paylaşacağım. May ayı qoyunçuluqda ən vacib aylardan biridir. Çünki bu dövrdə həm ot bol olur, həm də quzular sürətlə böyüməyə başlayır. Amma çox adam bir səhv edir. Elə ot var, qoyun geçsin, özü dolansın. Məhz bu düşüncə ilin sonuna ziyan gətirir. Bu videoda sizə may ayında qoyunlara və quzulara hansı tədbirləri görmək lazım olduğunu tam izah edəcəm. 1. Otlaqdan düzgün istifadə etmək. May ayında otlaq ən güclü dövrünü yaşayır. Amma bu o demək deyil ki, qoyunu səhərdən axşama qədər nəzarətsiz buraxasan. Əsas qaydalar. Səhər çox tez yox, ot quruduqdan sonra çıxar. Şehli ot köp yarada bilər. Günün ən isti vaxtında kölgəyə çək qoyunları. Axşam saatlarında yenidən otarmaq daha faydalıdır. Əgər bu qaydalara əməl etməsən, qoyunda köp, həzm problemləri, hətta qəfil ölüm riski yarana bilər. 2. Quzuların yemə alışdırılması. May ayında quzular artıq aktiv böyümə mərhələsinə keçir. Bu dövrdə ən böyük səhvlər anası var, süd içir, bəsdir deməklə kifayətlənmək olmaz. Bu dövrdə, payızın əvvəllərində doğulan quzular nəzərdə tutulmur. Çünki may ayına qədər artıq onlar kifayət qədər böyümüş, ot, yem yeyən quzular olur. Bu əsas burada yazın əvvəllərində doğulan quzular nəzərdə tutulur. Quzu bu vaxtdan əlavə yemə alışılmalıdır. Az miqdarda arpa, qarğıdalı qırığı, təmiz ot, mineral qarışıqlar. Bu sadaladıqlarım quzuya nələr verir? Təsirləri hansılardır? Daha sürətli çəki artımı, daha sağlam inkişaf, erkən satış imkanı. 3. Peyvənd və profilaktik tədbirlər. May ayı xəstəliklərin aktivləşdiyi dövrdür. Xüsusilə may ayında parazitlər, daxili qurdlar, dəri problemləri. Bu dövrdə mayda görüləcək işlər hansılardır? Onları sadalayaq. Vaxtında qurd dərmanı vermək lazımdır. Lazımi peyvəndlərini eləmək. Tövlənin dezinfeksiya olunmalıdır. Unutma, xəstəlik çıxandan sonra müalicə etmək qabaqlamadan həmişə baha başa gəlir. Biri var ki, heyvan xəstələnəndən sonra müalicə edəsən. Bu həm baha başa gəlir, həm də ki, heyvanın müəyyən mənfi təsirləri çox olur. Sonra 4. Su və mineral balansı. Ot bol olsa da, su və duz çox vacibdir. May ayında qoyunlar daha çox hərəkətdə olur və daha çox su itirirlər. Daha çox mineral ehtiyacı yaranır. Mütləq lazım olanları etmək lazımdır. Belə deyək ki, daim su, təmiz su, qoyunların belə deyək də içə biləcəyi bir yerdə. Duz daşları yalayaraq ehtiyacını ödəyir. Bu duz daşları da həm daş duzlar və mineral duzlar
nəzərdə tutulur. Bu həm iştahanı artırır, həm də xəstəlik risklərini azaldır. 5. Qırxım və mövsümə hazırlıq. May ayı qırxım üçün ideal vaxtdır. Niyə vacibdir? İstidə qoyun rahat olur, parazitlər azalır, çəki yığımı daha yaxşı gedir. Amma tələsmə. Hava tam istiləşməlidir. Yağışlı günlərdə qırxım etmə. Qırxımdan sonra qoyunu küləkdən və yağışdan qorumaq lazımdır. Məsələn, Gədəbəy kimi ərazilərdə havalar yağışlı və bəzən çox soyuq keçə bilir. Hətta qar yağma mümkündür. Və yaxud da ki, bəzən hava çox soyuqlaşanda baxırsan ki, çöldə, həyətdə qoyduğun su donur. Yəni, ona görə Gədəbəy kimi soyuq dağlıq ərazilərdə may ayının sonları, hətta iyun ayının əvvəllərində qoyunları qırxmaq daha düzgündür. 6. Damazlıq seçimi. Bu dövrdə artıq sürüdə fərqlər görünür. Diqqət et. Hansı quzular tez böyüyür? Hansılar zəifdir? Hansı ana yaxşı bala verir? Bu müşahidələr gələcək üçün çox vacibdir. Ən yaxşıları saxla. Zəifləri isə vaxtında çıxart. Bu sürünün keyfiyyətini artıracaq. 7. Satış planlaması. May ayında artıq bəzi quzular satışa yaxınlaşır. Ən böyük səhvlər. Tələsib ucuz satmaq. Planlı ol. Hansını saxlayacaqsan, hansını satacaqsan, hansı çəkidə çıxaracaqsan bazara. Əgər düzgün vaxtı seçsən, eyni quzudan daha çox qazanc götürə bilərsən. May ayı qoyunçuluğun bünövrə ayıdır. Bu ay düzgün işləsən, yay rahat keçəcək. Paizdə qazanc görəcəksən. Əgər səhv etsən, ilin sonuna qədər onun əziyyətini çəkəcəksən. Unutma, qoyunçuluq sadəcə otarmaq deyil. Bu planlama, diqqət və sistem tələb edən işdir. Əgər bu cür real, kənd həyatına uyğun məsləhətlər istəyirsənsə, kanalıma abunə olun